Əgər psixoloqa getmək istəyirsiniz, amma hansısa bir səbəbdən sizdə alınmır, ya maddiyyat baxımından, ya fiziki baxımından, ya bəlkə emosional olaraq hələ ki hazır deyilsiniz, onda sizə bir neçə praktik metod verəcəm ki, sərbəst şəkildə, bəlkə təklikdə bacarasınız. Birinci, meditasiya. Meditasiya nəfəs bir məşğələsidir və bir müddətdən sonra artıq beyin həmin o nəfəs məşğələyə öyrəşirsə, artıq təşviş sizi artıq narahat etmir. İkincisi, yazmaq. Bir ağ listi götürürsünüz və başlayırsınız sizi narahat edən şeylərdən yazmağa. Əlbəttə ki, bunu heç kim oxumur, siz özünüz də oxumaya bilərsiniz. Bunu heç kimi siz ötürmürsünüz, bağışlamırsınız, sadəcə yazırsınız. Ola bilər ki, əvvəl sizə çətin gələcək yazmaq, çünki beyin blok qoyur ki, ümumiyyətlə həssas tərəflərindən danışmaq olmaz və s. Sonra bir müddətdə sıralama başlayıb, sizə rahat olacaq. Yazacaqsınız, sonra cırıb atacaqsınız, yandıracaqsınız. Üçüncü metod gəzmək. Piyada gəzmək. Və piyada gəzdiyiniz halda siz həm kardio edirsiniz, sayılır, bir də fiziki hərəkət. Hərəkət isə artıq beyinə bir siqnal göndərir. Sən hərəkət edirsənsə, deməli davam edirsən. Davam edirsənsə, deməli hər şey yaxşı olacaq. Ya bunları etmişsinizsə, başqa bir metodlarınız varsa və yenə də öhdəsindən gəlməmirsə, onda sizə psixoloq mütləq lazımdır. Siz həyata 7 dəfə gəlməyəcəksiniz. Həyata bir dəfə gələcəksiniz və vaxtınıza, zamanınıza dəyər verirsinizsə, onda həmən emosional ruh düşkünlüyü hiss etdiyiniz halda həmən dərhal mütəxəssisə müraciət edin. Sizə uğurlar.